Havuz artıq gəlib çıxdı. Mama özünə qab baxır. Ondan sonra biz əslində bura gəlməyimizin səbəbi həm də ki, 1-2 gündən sonra Qarabağa gedəcəyik. Həm onun üçün biraz baxmağa gəlmişik. Termosdur və s. bunlara baxacağıq. Belə ki, havuz. Bakımların yolun götür. Bir rəngdə var. Bu olsun. Tam yaşlı olsun. Bir dənə çamadan götürdüm. Bu şəkildə. İndi tam görünmür, amma bəlkə evə gedib göstərərəm. Çünki mənim çamadanım yox idi və yaxında da Qarabağa gedəcəyik. Tək onunla əlaqəli deyil. Həm də ki, gələcək səyahətlərimiz üçün. İndi birini götürdüm. Çox da içimə sindi. Yəni, ən gözəli demək olar ki, bu idi. Əslində, indi termos axtarırıq. Hansı ki, böyük termoslar belə tam isti saxlayacaq. Lakin o da yoxdur. Yəni, baxırıq, hər tərəfə baxa-baxa gəlirik. Bəlkə biz səhv reyondayıq, o da ola bilər. Axırda gəlib tapdıq. Amma mən gəlib ki, biz bunu götürək. Çünki təzə aldığım çamadanın rəngi bu rəngdədir. Biz termos seçdik, götürdük. Yəni, mən seçdim. Əslində, çox gözəl rəngləri var idi. Sadəcə çamadan rozu ilə bənövşə rəngin ortası kimi bir rəngdir. Dedim ki, elə termoslu rəngdə olsun, hərəsi ayrı-ayrı rəngi olmasın. Sadəcə, indi əsas məqsədimiz hovuza baxmaqdır, ancaq hovuz da bu reyonda yoxdur. Gərək nə qədərsə yerdə getməliyik ki, gedib o Supertoy tapaq. Dayılar bu arada Powerbank da aldım. Əsas yol üçün lazımdır, çünki orada da vlog çəkəcəm. Və Zaretkam düşünürəm ki, bir günlük tam görməyəcəkdir. Hər saniyə əlimdə telefon olacaq. Bu da mənim mamamın favori məkanı. Mama buranı gördüsə ayrılmır. Biz axırda buranı tapıb gəldik. Amma belə bu şəkildə böyük olanları var. Məsələn, bu da rozlusudur. Bu şəkildə böyükdür. Digərləri isə balacadır. Bəli, artıq hovuz işində həll elədik. Çox sevincliyəm, çox gözəl. Demək olar ki, orada elə bir dənə ən böyük hovuz olar idi. O da ki, təəssüf ki, elə roz rəngdə idi. Biz əslində istəyirdik ki, mavi rəngdə olsun. Həm onun içi də gözəl idi, quruluşu gözəl idi. Elə kafe kimi düzülmüşdü. Amma onun ölçüsü digərindən balacaydı. Bizə məcbur qalıb rozunu götürdük. Demək olar ki, alacağımız şeylər artıq bitdi. Yəni havuzlu falandı, bunların hamısını aldıq. Sadəcə mamanın qabları qalıbdı. Mamanın qablarına görə hər iki bazardayıq, bazarda gəzirik. Onu da ki, bazara girişdə özünə qablar ayırmışdı, hansı qabları götürəcək. Sadəcə indi oranı tapa bilmirik. Artıq gəlib tapdıq buranı. Mama qabları seçir, götürsün. Qarşı evə gedirik. Getdi. Biz çıxmışıq. Artıq maşını gözləyirik ki, maşın gəlsin, gedək. Burada gözəl hava var. Həm günəşlidir, həm də ki, sərindir. Deməli, biz axırda gəldik, evə çatdıq. Bitəli gəldik. İndi evə gəldik və Esma xanım dirəşib ki, bu şeyi şişirdirik. Hovuzu şişirdirik. Aldığımız o məkanda avtomatik dolduran nasos yox idi. Belə bundan var idi. Bunu da deyəsən özünüz əllə eləməliyik. Bunu da çıxartdım. İndi baxaq görək necə eləyəcək. Deməli dostlar, gerizekalı mən səhv yerdən bilmişəm. Bunun şişirtmə yerləri buradır. Əslində bilirdim, niyə biləsə bilədiyimi bilmirəm. Ora su boşaldan yerdir. Yəni açırsan su boşalır. Mən də deyirəm ki, niyə nasos girmir ora, hava eləmir. İndi balaca yerlərdən şişirtməyə çalışacağıq. Bu da ki, nə boyda şeydir. Bundan bir olacaq ki, o boyda. Nəysə, 2 saatlıq işimiz var. Bəli, biz artıq hər şeyi yığışdırdıq, yerlərinə qoyduq. Hər şeyi tamamladıq. Ondan sonra hovuzda şişirtdik. Onu da apardıq, həyətə qoyduq. İçini su ilə doldururuq. Hal-hazırda içi dolur. Birazdan aparıb göstərərəm. Mən bilmirəm, bugün hovuza girim yoxsa yox. Çünki indi hava biraz soyuqdur, həm də ki, küləklidir. Həm də ki, axşam mama ilə dırnağa gedəcəyik. Yəni, girib özümü su eləyim, yoxsa yox, tam fikirləşirəm. Leo da çox darıxıb bizim üçün. Darıxmısan, hə, Leo? Məncə yox, dedi. Özünü pis etmə. Deyirsin, nə vəziyyətə qoyur? Ağzı düzəlt. Deməli, mən hovuzdan çıxdım, tez getdim, paltalarımı dəyişdim. Sonra birdən gördüm ki, dırnaq ustam yazıb ki, 15 dəqiqəyə burada olursam. Təzdən paltalarımı dəyişdim, indi evdən çıxmağa çalışıram. İndi mama gözləyirəm, mama da gəlsin, çıxaq. Burada saçlarım suyun içindədir. Tamamilə sudur, heç demək olar ki, darıya da bilmədim. İndi biraz da küləkdir deyə dedim, bir dənə jaket götürüm üstümə.
Bu şəkildə. Belə. Bu arada dırnaq modelini seçmişəm. Ağ rəngdə French eləyəcəm. İndi çantanı götürürəm. Powerbankı da götürdüm. Sizi də alım əlimə və çıxaq. Gedək. Çox qaşaqaçlıqla evdən çıxdıq. Kombinim də belə oldu. Evdə gözəl olmadı yəni. Evdə vav olmadı. Elə nə gəldi geyindim çıxdım. Ki tez çataq. 15 dəqiqə orada olmalıyıq. Amma bizim elə buradan düşməyimiz belə 15 dəqiqədir. Bir də mağazinə girəcəyik. Biz obaya girdik. Nəsə götürmək üçün. Hansını götürək? Başqa? Bəlkə bunu götürürsən. Hə, mən də bunu deyirdim. Hə, bu ikisi güzel oldu. Все, gedək. Nərmin xanım artıq işə başlayıbdı. Gözəl. Mən bura gəldikdən bəri ancaq Nərmin xanımın yanına gəlirəm. Yəni ev işlərinə söz ola bilməz. İndi biz sevirik. Baxın. Deməli, mənim dırnaqlarım bitdi. Belə şəkildə çox gözəl oldu. Dəhşət. Buna baxın. Bəli, artıq gəlib çatdıq. Belə dırnaqlarımı göstərim. Həddindən artıq çox bəyəndim. Deyim olar ki, gələndən bəri ancaq gözüm əlimdədir. Yəni əlimi çox incə göstərdi və ilk dəfədir belə süd rəngində French eləyirəm. Yəni çox bayıldım. Instagramda da paylaşmışam. Məni gedib oradan da takip edirsiniz. Buradan da abunə olursunuz. Elə xatırlatmaq istədim. İndi evə gəldik və makaron hazırladım. Bizim fav menü. Yəni makaron hazırladım. Düzdür, şeydən də bantikli olanlardandır. Neçə vaxtdır neçə ildir bantikli yemirik. Bizdə elə ancaq favor olan spagettidir. Yəni hamımız spagetti yeyirik. Dedim bu dəfə dəyişiklik olsun. İndi onu qoydum suya qaynasın. Sonra yeyək. Bir dənə bunun burada uzanmağına baxın. Leo, yas olsan. Bütün gün gəlir. Baxın yerə bu şəkildə uzanır. Sonra yatır. Onu götürüm. Gəl. Can, yaxşı ki bir yerdə sağollaşıq. Bəli, bu mənim ilk YouTube videomdur. İlk vlogumdur. Ümid edirəm ki bəyənərsiniz. Ümid edirəm ki xoşunuza gələr. Və daimi izləyici olmaq üçün, ilk bildirimdən sizin xəbəriniz olmanız üçün kanalıma abunə olmağı unutmursunuz. Həmçinin eyni şəkildə də Instagramda daha da aktivəm. Instagram səhifəmdə qeyd edəcəm. Orada gelib takip etsəniz çox sevinərəm. Və hələlik bu qədər.